Yatçıl, yatçıl. Hoş gördük sizləri əziz dostlar, qardaşlar və bacılar. Bugün 2012-ci yeni il və Dünya Azərbaycanlıların Həmrəylik Günü ərəfəsində biz belə bir gözəl məclisdə yığılışmışıq. Sizin hamınızı salamlayıram və gələcək bayramlar münasibəti ilə ürəkdən təbrik edirəm. Deməli, bayaq dediyim kimi bizim şənliyimizdən əvvəl bir qısa da olsa məlumat vermək istərdim. Bu bizim ötən ilimiz haqqında görülən işlər və görüləsi işlərin planı barəsində. Deməli, birincisi, il ərzində bizim keçən illərdə olduğu kimi bir çox telekanallarda, ANS-də, ATV-də çıxışlarımız olub, konsertlərimiz olub. Bir sıra qəzetlərdə məqalələrimiz, müsabiqələrimiz olub. Deməli, bu il Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibəti ilə keçirilən böyük bir tədbirin həm nümayəndəsi olmuşuq, həm öz təkliflərimizi vermişik. Respublikada keçirilən Milli Azlıqların 3-cü Respublika Festivalında bizim gənclərin, Balakən, Zaqatala gənclərinin hazırlamasında onları geyim forması ilə təmin etməsində, çıxışlarında yaxından köməklik göstərmişik. Həmçinin Otel Avropada keçirilən beynəlxalq bir çox dövlətlərin nümayəndələrin iştirakı ilə keçirilən tədbirlərdə həmçinin qızlardan ibarət rəqs qrupu və Damporun gözəl ifaçısı Əli qardaş Xalayevdə iştirak etmiş və böyük, necə deyirlər, ürəkdən bəyənmişlər, onların çıxışlarını ürəkdən bəyənmişlər. 2011-ci ildə Azərbaycan Respublika Prezidentinin yanında qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Şurasının köməyi ilə sülh tolerantlıqdan başlanır mövzusu adı altında bir sıra tədbirləri keçirmişik. Həmin tədbirlər həmçinin Balakən və Zaqatala rayonlarında da keçirmişik. Çalışmışıq ki, millətlər arasında olan dostluqdan, qardaşlıqdan, dözümlülükdən, musiqi dözümlüyündən, adət-ənənələrinin bir-birinə, adət-ənənələrinin təbliğ haqqında dünyada qəbul olunmuş formada öz bildiklərimizi onlara çatdıraq. Bu, deyək ki, sadalamaq, qeyd etmək üçündür. Bu, dediyim, görülmüş işlər. Amma bugünkü gündə mən həmçinin böyük bir çətinlik çəkirəm ki, sizin qabağınızda çıxıb sözümü deyim. Çünki o qədər görüləsi işlər var. Hər il söz verirəm, il gəlib keçir və həmin görüləsi işlər qalır öz yerində və elə çıxır ki, mən əvvəlcədən bilə-bilə qeyri-səmimi oluram. Bu barədə mən keçən ildə danışmaq istəyirdim. Nəyəsə dedim ki, yəqin ki, gələn il bir çoxları köməklik göstərərlər və daha yaxşı tədbirimiz keçər. Bugün görürəm ki, yox, bizim tədbirlərimizin hamısı bir sintezator, bir iki oynamağın ətrafındadır. Daha artıq mədəniyyət, folklor, dilinin özünə məxsusun qorunub saxlanması, tarixi öyrənilməsi və bu sahədə belə görüləsi işlərlə əlaqədar biz heç bir iş görməmişik. Demək olar, heç bir iş görməmişik. Deməli, düzdür. Balakəndə və Zaqatalada, yəni Qaysa kəndində və Zaqatalanın 2 kəndində, həmçində Danırçı və Gülzar xanımın rəhbərlik etdiyi kəndlərdə geyim, yəni rəqs paltarları tikilib və artıq ansambllarımız bu rəqs paltarları ilə təmin olunublar və onlar bir çox
tədbirlərdə onu nümayiş etdirirlər və gözəl rəqsləri ilə çıxış edirlər. Amma ki, əsas bizim nizamnamədə nəzərdə tutulmuş avar dilinin öyrənilməsinə, folklorunun öyrənilməsinə, adət-ənənələrin qoruyub saxlanılmasına, mədəniyyətin təbliğinə köməklik göstərməsi barəsində biz işlər tamamilə az görmüşük. Bunun sözsüz ki, birinci günahkarı mən və mənimlə birlikdə idarə heyətinin üzvlərdilər. Keçən il, yəni bu bizim idarə heyətimiz yaranında, ümumiyyətlə təşkilatımız yaranında bizə də yaxından köməklik göstərmiş İctimai Birliyin sədr müavini Şaban Abdurrahmanov, hörmətli professorumuz rəhmətə getdi. Allah ona qəni-qəni rəhmət eləsin. Həmişə dayağımız olub, həmişə öz kömək əlini uzatmışdı. Amma bununla belə o ağsaqqallıq edirdi. Amma cavanlarımız da elə bil ki, tam uzaqlaşıblar hər şeydən. Tam uzaqlaşıblar, düzdür. Mənim yaxşı yadımdadır. 2 il bundan əvvəl Emil Qıstarovun bir konsertini keçirmək istəyirdi Qabaqçöl kəndində. Bunu mən deyəcəm, necə varsa, ondan sonra yəni mənim barəmdə nə desəniz, mən onu qəbul eləyəcəm. Çünki bu əslində belədir. Konsert olmadı bir çox səbəblərdən. Mənim də günahım oldu, Emil'in də ola bilsin haradasa tələskənliyi oldu. İdarə heyətin sədr müavini Ramazan müəllimin də ola bilsin köməyi az oldu. Nəyəsə səhvlərimiz çox oldu. Bu barədə internetdə yazdılar, nə bilim Dağıstanın prezidentinə adına məktub yazdılar, qəzetlərdə yazdılar, saytlarda yazdılar. Min cürə heç ağla gəlməyən sözlər yazıldı, qoşuldu, filan kəs qoymur, filan kəs eləmir. Yaxşı, bunu başa düşdüm. Səhvlərimiz var idi, olmadı. Günü də elə bir gün seçmişik ki, sabahsı gün seçki idi. Bugün biz onu keçirmək istəyirdik. Əlbəttə, bütün yığıncaqlar belə götürsə qadağan idi. Amma bununla belə, kim nə istəyir, bəlkə də indi də o internetdə var, hər şey yazdı. Yaxşı, bu hökumət icazə verib. Avar Milli Mədəniyyət Mərkəzi İctimai Birliyinin razılığını həm prezident aparatı verib, həm güc strukturları verib, həm Mədəniyyət Nazirliyi baxıb, qeydə alıb, lisenzi verib. Yəni, tam səmimi desək, digər dövlətlərdə milli azlıqlara nə imkan verilirsə bu sahədə və bu imkanlar bizə də verilib. Nizamnaməmiz var, hər şeyimiz var. Amma iş indi o ki, şərait yaradılır, biz ondan istifadə eləmirik. Mən demirəm ki, hamı o, mən hələ ki başa sala bilməmişəm ki, yəni bizim Avar Milli Mədəniyyət Mərkəzi İctimai Birliyi siyasi təşkilat deyil. Bu sırf mədəniyyətlə bağlı bir ictimai birlikdir. Görüləsi, görəcəyimiz işlər də bu istiqamətdədir. Bu yaxınlarda belə bir faktla da üzləşdim. Deməli, baxıram, avar dili hökumət pul ayırır, vəsait ayırır, məktəblərdə avar dilini keçirlər. Müəllimlər var, stajı gedir, gələcəkdə pensiyada alacaq. Elə yerli direktorlar elə eləyiblər, avar müəllimi az dil ədəbiyyat dərsini keçir, ya tarix dərsini keçir. Az dil ədəbiyyat müəllimi avar dilinin dərsini deyir. Sözsüz ki, uşaqların əksəriyyəti götürəndə nə 13 dənə fərqli hərf var, bu hərflərin heç birisini belə bilmir. Oxuya da bilmir, yaza da bilmir. Yaxşı, onu da soruşmaq lazımdır. Bu hökumət niyə bu şəraiti yaradıb? Deməli, bu lazımdır. Bəs niyə belə? Mən demirəm, kəndlərdə hər bir kəndə var mədəniyyət evi, ya mədəniyyət klubu, ya deyək, mədəniyyət ocağı. Hər yerdə 3, 4, 5 işçi işləyir. Klub da var. Təkcə Qabaqçöl qəsəbəsini götürsək, o ətrafda 30-a yaxın işçi var. İndi soruşan lazım, bir iğnə boyda görülən işlər var mı? Lazım olan da oradan birini, buradan birini axtarırlar ki, bəs nəsə bir şey göstərək. Yaxşı, bununla iş bitmir. Mən demirəm ki, hökumətin dövlət qurumu tərkibində olan hansı bir təşkilatın işinə qarışmaq. Mən bundan tam uzaq bir fikirli insanam. Amma
o meseleler ki nizamname çerçevesinde hükümetin icazesi çerçevesinde biz görürük onlardan hükümetin, prezidentimizin gösterdiği xətdən tam uzak şekilde hareket edirlər ve devlet vesayetini elə belə mənimsəyirlər ve belə keçirilən dərslərdə o derse karşı hansı bir ne deyirlər gayri səmimi ya da ki gayri normal bir münasibət yaranır. Ona göre isterim ki yani yakın ki o direktörler herhalde bilecekler daha bu qohumdur, bu qonşu söhbətindən vaz keçib devletin dövlətçiliyinə qulluq etmək lazımdır. Eğer devlet bir istiqamətə yönəlirsə, deməli biz hamımız dayaq olmalı. Hem prezidentimize hem devletimize o çerçevede biz öz işimizi kurmalıyıq. Bu xahiş edirəm, yani kim bunu görürsə, mən o istiqamətdə hazıram. Hem rəhbərliyə müraciət edeyim, hem Təhsil Nazirliyinə müraciət edeyim ki belə nöqsanları aradan götürsünlər. Bu bir, ya deyək iki. Bir de belə bir şey var. Adeten biz xoşuyuruq kiməsə bəyənək, kiminsə qəlbini oxşayaq. O adamları ki, burada deyirlər, harısı çox uzaqda qıraqdallar. Çünki internete baxırlar, televizyora, disklere baxırlar və sonra rəy bildirirlər. Mən razı, nə qədər gözəl olsa, həmişə çalışmışam ki, biraz da gözəlləşdirək. Bizim konsertlerimizə, mədəniyyət gecələrimizə baxın, her bir insan görsün ki doğrudan bu cemaatin, bu bölgenin, hiç bölgeni mən cemaati bölgeden ayırmıram, güzel mədəniyyəti, güzel dostluğu, qardaşlığı var. Güzel adət-ənənələri var. Bunu da göstermeye çalışmak lazımdır. Ama belə çıxır ki biz kiminsi dalınca qaçıb zorla deməliyik ki bəs sen öl, mən öl, gel mədəniyyət gecəsinə ya tədbirimizə. Olmayan da deyirlər, nə oldu, hər il eləyirik, bu il xahiş edirəm, kiməsə mane oluramsa, bir iki dəqiqə qulaq asan. Tədbir keçirmək istəyirik, biri deyir 4'te geleceğim, biri deyir 5'te geleceğim, biri deyir 6'da geleceğim. Yaxşı, bugün tədbir başlanır, bugün deyir gəlib mən dəvətnamədir, bilet alacağım. Bu mənim, əlbəttə mənim şəxsi heç nəyim yoxdur orada. İctimai birlik, yəni cəmaatın nümayəndələrinin birliyə yığılıb, hansı bir, deyək ki, konkret mənsəbə qulluq etmək deməkdir. Yəni yığılışırıq, gəlin birlikdə yığılışaq. Biri deyir, mən biletsiz gəlim. Yaxşı, gəl, mən 5, 10, 20, 30, 50 bilet verərəm. Və qalanları, axı kolxoz strukturu qutarıb, savxoz strukturu qutarıb ki, bunu balansdan sildirəm ki, deyim ki, ay kolxoz səhədir, bunu sil, biz katibin qarşısında məsələ qaldıraraq. Elə deyək, bəs mən, budur düzgün deyil. Elə, əgər olsaydı hansı bir fond, olsaydı hansı bir imkanlı insanlar, o imkanlı insanların da əksəriyyəti bir 3-4 nəfəri çıxma şərti ilə. Hansıdır gözəl məclislərdə çox gözəl danışırlar, qalan məclislərdə isə yoxdular. Yoxdular. Niyə? Onu deyə bilmərəm. Bir ki, deyirlər, əşi, bu bizim nəyimizə lazım? Lazımdır, vaxtında deyin ki, biz tədbirə gəlməyəcək. Bu bizə lazım deyil. Bəzilər deyir, musiqini, mahnıları neyinirik? Mahnıları neyinəmirik? Qulaq asmayın. Amma mən həmişə elə bilirdim ki, ilk dəfə avar dilinin Çor dialektində, yəni Car Balakən, Balakən Zakatala dialektində mahnı yazanda, indi birazdan bizim qonaqlarımızın içində Emil Qısarov da var, o da gələcək, bir 5-10 dəqiqə gələcək bura. Havva Qazaxova da var. Bunlar bizim el oğlumuz, el kızımızdır. Düzdür, Mahaçqal'da çalışırlar. İntihası bizim vətəndaşlarımızdılar. Deməli, ilk dəfə bu mahnını yazanda
bizim dialektə. Deyirlər ki, mahnı necə olacaq? Oldu, əmələ gəldi. Sağ olsun o kömək edən dostlarımız da. Amma onu eləmişdim ki, ya mən təkcə, ya Ramazan müəllim, ya da Cahiri yazmasın. Kimin imkanı var, kimin deyək ki, yazmaq qabiliyyəti var, yazsın, yaratsın, bizi dəstək olaq, kömək olaq. İndi, bəlkə mən nəsə artıq dedim, nəsə, yəni, bu belədir. Bir ki, mən çox istərdim ki, idarə heyətinin tərkibində dəyişikliklər eləyək. Çünki bir dənə senari yazmaq lazımdır gecəyə. Senari yazmaq problem olur, çünki yoxdular. Tədbir keçirmək üçün musiqiçiləri ya da başqaları dəvət eləmək lazımdır, yoxdur. Dövlət tədbirlərində iştirakımız olmayan intihası bayramlarında məktub yazmaq lazımdır. Təbrik məktubları internetdə var, kompüterdə var, amma yazan yoxdur. Və digər sahələrdə də həmçinin. Yaxşı, bundan belə iş getməz axı. Əgər lazım deyilsə, gəlin danışaq, bir dəfəlik bağlayaq bunu, qərar verək ki, biz bu ictimai birliyi bağlayaq, bu bizə lazım deyil. Əgər lazımdırsa, xahiş edirəm, vaxtında maraqlanaq, vaxtında təşkil eləyək və axırıncı gün nə biz əsəbləşməyək, nə də ki, saat 4-də deyib, 6-ya kimi cəmaatı saxlayıb, tədbiri keçirməyək. Mən qorxuram biraz, bəlkə də kiminsə xətrinə dəyəsi kimi deyərəm. Ona görə avarcada biraz demək istəyirəm, amma onu yəqin ki, biraz şeir formasında deyəcəm. Çünki həm mənə asant olar, həm də ki, biraz yığcam olar. Hudul zabil, ahani behotun, ahani qola, Allah bekar hana skürüb ab umru, şikabgi, geçibgi, sadak bağarla, umru yol koyalgi, dah yurak ola. Kirilol sipataz, kirilol gapaz, makruyuz bohtana, suyla ab dünyal, humara rehkutun hudul bitsnutun odası himbiça hatla kaanal, dir kuç, dir rejile, dir rekel sudut, Jidetki çamgırak bejzin batana, bitsnugu bitsagun bohihi evkeç, şebiştsnutun kayle, yarab mahanded. Çotsoyez bitsine kayle da kaybi, çotsoyez barkuli sağul bitsine, kida şebezine hiyek ana, kisiz bitir bu cevabı jekik yok ana. Biçatsu kumagı berep kazına, jideyk adı kuçdil ahsirozuna. Zamanul bitsine, Ritoroliniş, bu ana bakımat ki taşını gezine. Bir, iki kubleti demek istiyorum bizim bugün imkanı olup her şeye negatif formada öz münasibetlerini bildiren intihası çöp boyda kömək eləməyən bəzi bizim biznes adamlarımızın da şərəfinə. Ruslar demişkən, kısacaleniyor, həmişə belə alınır. He'eb halgun, untub çerhkun, şahar şahar dünya serdi, çembik edeb millet bekri. Hera unto kerbo heo, boksı jenek çocuk huço, adaması kredi ol, kerkunuçi daha vekri. Ama boç ich berol hurol, rakke kurpuç adin kaçol, kalçotungi bagav haber, bitsi bakan çiğil rehri. O da Allah Hun bekerhan, sim boknugu dur nice, abdünah yo halde daim, beli yarıcak adin, aras bugus çipi kuyla, miskinçigi nah kedeyle. Miskinçi, dazak hiyabi ki, a miskinçigi, çünkü jirgir o miskin o. Meter şebezin insan segan oro. Mujarrat
deyik ki, istirahət harbişənə. İdara heyət ol, tərkibi o. Şelt amzıra gəla. Xahiş bu, haribu qavqı bir son. Bir idara heyətimizin tərkibində, köhnə idara heyətimizin tərkibində kimlər lazım, kimlər yox. Yəni, kimlər yox demək düzündür. Yəni, mən varam. Ramazan müəllim Xutray şairimiz var. Məhəmməd müəllim Bazarov var. Hörmətli maestro. Niyə dillənmirsən? Bəxtiyar müəllim var. Emil Qıstarov var. Bizim əməkdar məşqçimiz 2 gün bundan əvvəl Səməd Çopsiyev var. Bizim hörmətli rejissorumuz Nadir Məhəmməd var. Deməli, qalanları, bir də ki, bizim təklifimiz olmuşdu ki, yəni, uzaq adam da deyil, uşaqlıqdan xətrini istədiyim bir sinif yollaşım Cəmilət xanım Usubovadır, buradadır. Onun da o televizorda Xingi Azad Bişirən verilişində bişirirdi, bəlkə də ondan tanıyırsınız, belə tanımazsanız da. Bax, bu idi bizim idarə heyətinin tərkibidir. Zaqtalaldan da 3 nəfər var idi. Onları düzdür, seçilən gündən bəri hələ peyda olmayıblar. Onların əvəzinə biz Rüstəm Davudov seçmişdik. Yəni, bugünkü günə bizim nədə olan idarə heyətin üzvləri bunlar idilər. Əlbəttə, mən İstərdim ki, ora biz əlavə eləyək Cahir xanımı da. Çünki o həm şeir yazır, həm keçən il o Şaxta Baba Qarqız məsələsini yəni hazırlamışdı. Bu il düzdür, biz onu hazırlamadıq. Çünki bir çoxları münasibət bildirirlər, amma köməklik yoxdur. Amma mənə elə gəlir ki, o da lazım idi. Lazım idi, amma eləmədik. Yəni, bu da bizim nöqsanımızdır. Çünki yeni il qabağı olan nədə, konsertdə ya da mədəniyyət gecəsində içəri girən hər bir adam onun ruhu, nə deyirlər, tam o başa düşməlidir ki, bu yeni il ərəfəsidir. Bunu hiss etməlidir. Yəni belə, indi cavanlardan kimin nə təklifi varsa xahiş edirəm. Ya indi, ya da ki, tədbirin axırında öz fikirlərinizi bildirin, biz yığılışıb Təzə İdarə Heyəti, sədri, müavini hamısı araşdıraraq götür qoy eləyərik. Bu qədər.
Assalamu aleykum lebalkul tsar qaral. Yax namus buqal tsorashul ma'arulal. Hadinab salam gunu sanurav roykü gunu jegi reylanish mujokhun dadanshse. Nijet bichara mujod inchaze mujod bicharata rinze. Umumassa khutra basra adat gunu nijel kulturashul becheyashul khazinayashul bahaysa gedeze. Bachse, ahse, tsiyal talant alçere raqsı roze. Axşamınız xeyir əziz dostlar, hörmətli ziyalılar və dəyərli qonaqlar. Bu gözəl gecədə Yeni il və dünya Azərbaycanlıların həmrəylik günü ərəfəsində sizin hamınızı xoş gördük. Təqdim etmək istəyirik. Nəinki Respublikamızda, hətta onun hüdudlarından kənarda məşhur olan Dağıstan Respublikasının əməkdar artisti Bəxtiyar Kantayevin rəhbərlik etdiyi əks-səda instrumental ansamblı və ansamblın solistləri Lalə xanım, Məhəmməd Ruşayev, milli musiqi alətimiz olan tamburun mahir ifaçısı Əli Xalayev, gözəl zurna ifaçısı Çingiz Anqbazov, Zaqatalanın Qodor ansamblı bugünkü məclisimizi müşahidə edir. Tədbirimizdə öz musiqi töhfələrlə təşrif buyuran Şəmsiyə Əli qızı, Dağıstandan gələn Emil Qıstarov və Həva Qazaxova, Alazan rəqs qrupunun solisti gənc müğənni Həva Şabanova da iştirak edir. Alcamaşul Hinsazul, Mat'an Maqan Hayranab, Tampur heyab ço məclis, Boni Ma'rulazul. Nijer zonatsa tampuruşu matski şanav, büyükü bersin sakatnav, ahna Ali Xalayesu xabar kezi. Rəsul Həmzətovun şeirinə bəstələnmiş, avarların ilk mahnısının tarixçəsi kimi qəbul etdiyimiz Buqun Buqotso Miskil mahnısının Ali Xalayevin ifasında dinləyək. شو بدريهان صاغدا شو أخي خان صو خنجر يا رغبوده تالح خسارة وهاسون صحو تالح بقانا صورك شيور كاراي ياس شزبوك بمورد
عقیبی با خانا خرجاری گونا شریجی گونو دعی خودانا تا بوگه بی غیدی یه قاره بی غیدا جو خود اونو قابو رو هبونا یه داده عنی باجا شو بخون ایگو چبانا إلشكوتون هنحوكل بوهانا عماني ديري قسمتي لها خريدة بكتش أحانا هيديني بيجون راعولا هتبوت سبي معروكش هيديني بيجون راعولا İndi isə Avar İctimai Birliyinin İdarə Heyətinin üzvü Məhəmməd Bazarova söz veririk. Buyurun. Alqışlarınızı bizdən əsirgəməyin. Axşamınız xeyir, hörmətli qonaqlar. Birincisi, hamınızı yeni il münasibəti ilə təbrik edirəm. Üstümüzə gələn Dünya Azərbaycanların Həmrəyi Günü münasibəti ilə təbrik edirəm. Arzu edirəm ki, gələn 12-ci il bütün bizim burada oturan gənclərin, ay qızlar, gənclərin həyatında yaxşılığa, doğruluğa bir çevriliş günü olsun, ili olsun. Bizim burada belə yığışmağımız bir ənənə halını alıb, Mahama müəllimi düzgün başa düşmək lazımdır. Belə bir məclisi yığmaq, bu o demək deyil ki, gənclər, misal üçün, yığılsın, bir stəkan çay içsin, buradan dağılışsın. Məqsəd onda deyildi. Məqsəd birincisi, bu gənclər, cavanlar yığışır, tələbələr yığışır burada. Birincisi, tanış oluruq bir-birimizlə. Mən cavanların adından deyirəm, tanış oluruq. İkincisi, nəsə, hansısa bir Mahama müəllimin sözü ilə desək, bizim köhnə adət ənənələrimiz haqqında danışırıq. İndi bugünkü Mahama müəllimin buradakı çıxışından belə başa düşmək lazımdır ki, təşkilat normalla işləməyib. Ona görə mənim təklifim nədir? Bütün o üzvləri kənarlaşdırmaq lazımdır. İkincisi, bir balaca da bu cavanların içindən, cavanlardan bir hərəkətə kömək edən uşaqlardan, qızlardan, oğlanlardan ora üzv seçilməlidir. Bu bir. İkincisi, bu nisbətən yaşlı yoldaşları ora, mənim fikrimcə, onlar, üzr istəyirəm, deməli, o Sovetin vaxtını götürsək, bizdə belə idi. Bir büro var idi, bir də komitet var idi. Büro tez-tez yığışırdı, komitet, nə bilim, biraz gec yığışırdı. Bu təşkilatın bir bürosu, bu Kostyakı Rusu sözü olmasın, olmalıdır. İşləyən, təklif verən, məsləhət görən bir şey olmalıdır. Bir də, nəsə bir problemli bir məsələ, bir
nəsə bir iri bir məsələ həll eləmək istəsək, onda bir balaca çox adam yığılmalıdır. Problem, bu nəyin cəmiyyətin problemidir, o bir də odur ki, bizim bir yığışmağa yerimiz yoxdur. İndi bu röya nə avar cəmiyyətin deyil, nə heç kimin deyil. Hamı bilir ki, bu elə belə alınmır. Ona görə əgər təklif olunubsa, məsləhət olubsa, bura yığışaq, valla, indi məndən olsa, ildə heç olmasa bir 2 dəfə, 3 dəfə biz yığışmalıyıq. Heç olmasa. Bunun pisliyi, heç bir pisliyi yoxdur, ancaq yaxşı cəhəti var bunun. Biz bir-birimizi görürük, tanıyırıq, baxırıq, tanış oluruq. Məqsəd, məsələ onun üstündədir. Həm də ki, bərabər də, misal üçün, yada salaq biz keçən il ki, bizim yeni il yığışmağımızı belə. Nə qədər rəqs ansamblı, nə qədər bizim nə haqda təzə informasiya verildi. Nəyə pis idi ki onun? Mən bir də hamınızı yeni il münasibəti ilə təbrik edirəm. Dünya Azərbaycanların həmrəy gülü ilə münasibəti ilə təbrik edirəm. Çünki Balakən, Avaristan mən deyim, Balakən Zakatala, Qax zonası Azərbaycanın bir zərrəsidir, bir hissəsidir, ayrılmaz hissəsidir. Hamınıza yenə deyirəm, gələn il hamınız üçün düşərli olsun. Sizə uzun ömür, can sağlıq arzulayıram. Arzu edirəm ki, bu bizim davamlı olsun yığışmağımız, həm də ki, rəngərəngli ilə seçilsin. Sağ olun. Sizi rəqsə dəvət edirik. Doyamaqa Burjevsu, Koca İncazı. Sizi rəqsə dəvət edirik. sonra gələsi saxladığı dostlarımız var. Ramin Qurbanov var, dünya ikincisi, Avropa çempionu, sairə mükafatlar alan.
O da böyük bir nailiyyət qazanıb ki, düşman ölkədə Ermənistan Respublikasının İrəvan paytaxtında 3-cü yer tutub İrəvanda Azərbaycan bayrağını qaldırıb. Mənə elə gəlir, bu da hər bir oğlana nəsib olmayan bir hərəkətdir. İdmançılar buyursun. Cüdayız xanımımız var, Ramilə Yusubov var, Elvin Mürsəliyev var, digər Rason dostları var. Hamısını xahiş edir rəqsə gəlsinlər. İdmançılar, gəlin irəli. Bir nəfər var, mən onu ayrıca təqdim etmək istəyirəm. Xahiş edirəm, bir dəqiqə, buyurun. Для спортсменов, кили хутр мош. Rats urok geldi. دیگه آن بیشتر که ازورک هموطنان رو علق خبیزول، al خیمزول، هر چیز نیجه علرو عزیزم. رات زو olsa یکی باکر جنل رکل خبر بیت iznuy bu bitsuy beni bitsukay niş rizi roh khara. Yani trener Sa'idin, zaslujin trener Azerbaycan'a yani emektar meşşi gabitar haber bu samat çopsiyo soguru telebel gaz kur beke balaton gaz hangisi bu Azerbaycan bayrak balaton gazı körü bu hükümet kıymat gazat sadak av trenersi göre çok en vaskı uçağı gav Nijer Ömer Altun söyleyecek ve şah İhanuru sundi gab nicesi ki ruşen gurhi nicilumuz roşen diye asıl Rasul İkhanı mojo bağmana İkhanı alkim ratsıl sokoy samad bitsimatan ama bir şut indin o diye family çöbeğde gura akıve demeli bitsi padar mıcık dünyada ilk defa yeni yetmeler arasında olimpiyada geçirilirdi, olimpiya oyunları. O oyunların birinci kızıl medalını kazanan olan Murat Bazarov budur. Her bir idmançıya yürekten arzuluyorum ki olimpiya şampiyonu ben böyle başa düşürüm akademikti. Dünya şampiyonu Profesör Emler Doktor'da, Avrupa şampiyonu, Respublik şampiyonu Emler namizədidir. Ben onların her birisine arzuluyorum ki, idmanda akademik adına yükselsinler. Ve evvel kazandıkları nailiyyətləri de bir daha tekrar eylesinler. Sizin hamınıza uğurlar. Hit haber bittiğe, selamun aleyküm. Baybikun, bulsa. Assalamu alaikum, aleyküm aralav. Mahanzı nicaz arbaq yosa. Allah mucas zeyhigi. Mucas geldi bikhem tsibson barkat obegi. Nece mucas so izmi göhü so şumut mucas nicet bokana. Barkala. Haber bitsi baz, haber bitsi.
شما زلط و هیچان در کنونه بموز در کنونه بموز رقت لزه شوله شوبل زمانا شوبل زمانا شما زلط و هیچان در کنونه بموز در کنونه بموز رقت لزه شوله شوبل زمانا شوبل زمانا بق بق خمرا خلده رخونه بقحلی رخونه بقحلی روحی ناله دیرم شزه بقاله بودون شزه بقاله بودون بق بق خمرا خلده رخونه بقحلی رخونه بقحلی روحی ناله دیرم شزه بقاله بودون شزه بقاله بودون سپورتسمن از تقدیم هوی که دو وقت آسیبی سقط قرعه بهو تانخه خط بهو خط aha
üçün sözü gözəl müğənnimiz Şəmsiyə Əli qızına veririk. Buyurun Şəmsiyə xanım. Əvvəla, hamınızı salamlayıram. Hamınız xoş gəlmişsiniz bu gözəl günə. Və sizin hamınızı ürəkdən, qarşıdan gələn yeni il münasibəti ilə təbrik edirəm. Hamınıza can sağlığı, bax belə gözəl günlər arzu edirəm. Arzu edirəm ki, hamınız arzularınıza çatasınız. Hamınız xoşbəxt olasınız bir sözlə. Burada bizim ziyalılarımız əyləşiblər. Azərbaycanımızın gözəl oğlanları, gözəl qızları əyləşiblər. Çox təşəkkür edirəm Mahama müəllim. Mahama müəllim, məni dəvət elədiyinizə görə təşəkkür edirəm hamınıza. Mən bir dənə də heç vaxt özüm haqqında yüksək fikirdə olmamışam. Siz də fəxr edə bilərsiniz, mənim kimi qızınız var. Və mənim qədrimi bilin. Çox oxuyanlar olacaq, amma Şəmsiyə olmayacaq. Şəmsiyə Əli qızı olmayacaq. Əziz qonaqlar, mən bizim gözəl Azərbaycanımızın, Balakənimizin, Zaqatala olsun, bizim oğullarımızla həmişə fəxr eləmişəm. Allah rəhmət eləsin Ansus Gəliyə. Onun kimi oğullarımız olsun bizim çoxlu-çoxlu. Hamınıza bir daha can sağlığı arz edirəm və gözəl musiqilər istəyirəm sizlər üçün səsləndirəm və hamınızı belə pasiv olmayaq. Hamı buyursun meydana, meydan sizindir. Eşq olsun Alan xalqına, eşq olsun Azərbaycan xalqına. Hamınıza birlik, gözəl günlər arzulayıram. Leyla, bir de aslı
Kara gözler, kara gözler, kaşı kara
Murat, Sosa ikize Bir işam, Sosa çize Biri Murat, Sosa ikize Bir işam, Sosa çize
Bugün də məclisimizi bəzəyən qızlardan ibarət Alazan rəqs ansamblı burada iştirak edir. Onların rəqsini ansamblın bədii rəhbəri Rəsul İsayev müşahidə edəcək. Buyurun qızlar. Rəh yasal meydan mujor bu.
Barkallah yasa. Təşəkkürümüzü bildiririk və onları bir daha ürəkdən alqışlayaq. Avar musiqisini ürəkdən sevən və ona hörmət göstərən Respublikamızın məşhur şoumeni Kamran Həsənli də tədbirimizdə iştirak edir. Onun ürək sözlərinə Təşəkkür edirəm. Mikrofonu buradan çıxarmalı olacağım. Çünki bu akşam bütün Avar xalqının ziyalıları, tanınmış adamları burada yığılıb və əgər Avar xalqının yeni il münasibəti ilə yığıncağında bu şənlik varsa, təbii ki Kamran orada olmalıdır. Çünki əslində, təşəkkür edirəm. Ya bu xalqın nümayəndələrinə mənim yaxın dostlarım var, hər kəs bunu bilir. Bəxtiyar, Əpəndi, Nadir Muhammed, yaxın dostlarımdır. Amma bunlar sadəcə 3 nəfər dostdur. Əslində Kamran bütün Avar xalqının dostudur və hətta inanın ki, sərhəddən Dağıstana keçəndə, təşəkkür edirəm. Hətta sərhəddən Dağıstana keçəndə orada Azərbaycan televiziyasına baxırlar təbii ki. Dağıstan xalqları mənim maşınımı saxlamırlar. Laklar, darginlər, oradakı bizim Azərbaycan türkləri və s. və s. deyirlər ki, "Это друг Avartsov, verresaki marulal." Bu dostluğun da böyük tarixi kökü var. Hörmətli xanımlar, hörmətli bəylər, mən burada təbii ki bugün bir Türk evladı kimi danışıram. Türk xalqının nümayəndəsi kimi danışıram. Türk xalqının və Avar xalqının dostluğunun 1000 illər tarixi var. Və ən böyük sübut da böyük azadlıq aşıqı Şeyx Şamilin Danyal bəy ilə birlikdə azadlıq uğrunda mücadiləsi, ruhları şad olsun, alqış gəlsin hər ikisinin ruhuna. Azadlıq sevərlik bu Tanrının ən böyük neymətidir. Avar xalqında azadlıq sevərlik, cəsurluq, qəhrəmanlıq və bu kəskin, sərt xüsusiyyətlərlə yanaşı nəvaziş, hörmət, dünya sevgisi və Tanrı sevgisi var. Tanrı qorusun, Tanrı bütün azadlıq sevərləri qorusun. Əziz dostlar, təəssüf ki, mən Bəxtiyarla 10 il dost olmağıma baxmayaraq, hələ də Bəxtiyar mənə Avar dilində bir mahnını təbliğ eləməyib, öyrətməyib. Yoxsa Avar dilində oxuyardım böyük məmnuniyyətlə. Bəxtiyarın öyrətliyi bu salam, yəni verresaki marulal, harada deyirəm keçir və o yüzden də Avar dilində mahnı bilmədiyimə görə mən öz yazdığım mahnını indi oxuyacağım sizin üçün. Həm musiqisini yazmışam, həm də sözlərin. Balaca mahnının tarixçəsində danışa bilərəm. Bu mahnının tarixçəsi heç yanda danışılmayıb. Burada sadəcə danışacağım. Mahnı Nərgizim adlanır. 19 yaşımda Nərgiz adlı bir qızı sevirdim. Çox sevirdim. 19 yaşında, yəni keçən ildən gedir söhbət. Çox sevirdim. Və bu qıza bütün məhəlləmiz vurulmuşdu. Ədalətin dediyi, ay qız keçmə bizim məhəllədən, elə həmən qızı idi. Yəni təxminən. Amma bu qızın sevgisini qazanmaq üçün mən o vaxt konservatoriya tələbəsi idim. Bir mahnı yazdım. Adı da Nərgizimdir. Sonra qız da məni sevdi, onu deyim sizə. Amma indi bu qız Almanya'da yaşayır. Deutschland, das ist fantastisch. Almanya'da yaşayır. Ailəsi falan hər şey var. Biz hətta Skype-la indiyə kimi danışırıq. Biz ailəvi indi dostuq. Və bu mahnı yaşayır. İndi bu mahnını oxuyacağım sizin üçün. Musiqisi və sözləri Kamran Həsənlinin və bütün dostları da rəqsə dəvətləyəcəm Nərgizin mahnısı ilə. Hər kəs gəlsin rəqsə. Bu mahnı bu axşam dostlar, təşəkkür edirəm. Vallahi səhərə kimi sizin üçün oxuyardım. Sadəcə iş başındayıq. O yüzden
sonda bir söz daha söyleyeceğim. Tanrıdan arzum var. Məhz bu xalqa ruzusunu, sevgisini əsirgəməsin, amin inşallah. Tanrı avarları korusun. Alkışlar gelsin bir daha. Teşekkürler. Adalet müəllim, çok sağ olun. O kadar ədalətli tərif ediniz ki, özü burada olmasa da. Kamran müəllim, çok sağ ol. Biz bilirdik ki, sizin münasibətiniz necədir? Nadir müəllim imkan verməz də. Biz bu məclisimizi aparmaq üçün yaxşı bir aparıcı istəyirdik. Sözsüz ki, belə tanınmış insandan onu xahiş eləmək biraz üz yaxşıydı. Amma bir halda ki deyirsiniz, "Vari sahi ma'arulal." Dostum, bizim en büyük maestrimizdir maşallah. Bunun da 20 yaşı var. Bir yaş fərqiniz var, bəli. Sizdən biz xahiş edərik ki, gələn il tədbirimizdə iştirak edəsiniz. Tədbirdən heç olmasa bir gün, 2 gün əvvəl aparıcılarla heç olmasa bir yarım saatlıq məşq keçəsiniz. Bu bizim olacaq, hesab edin, bugünkü ictimai birliğin bu yığıncağın adından sizden bir xahişimiz. Ama döne xahiş edirik. Çünkü şovmen dedikdə, şovmen çox çətin, çox ağır, bacarıq tələb edən bir sənətdir. Sizə çox minnətdarlığımızı bildiririk. Sağ olun, gəlmişsiniz. Allah razı olsun. Dostluğunuz daimi olsun. Amin inşallah. Teşekkür edirəm dəvətə görə. Şərəfdir mənim üçün və gələn il inşallah tədbir bir həftə əvvəldən Bəxtiyar xəbər verir və söz verilir burada ki, gələn bir inşallah tədbirdə Kamran Həsənli ilə əvvəldən sona kimi sizinlə birlikdə olacaq. Teşekkürler. İndi isə sözü Respublika Hərbi Prokurorluğunun əməkdaşı Polkovnik Leytenant Zümrət müəllimə veririk. Buyurun, söz sizindir. Assalamu alaikum. Bertinal Himal, Bertinal Yasal, Niger Aksakalal. Akşamınız xeyir olsun. Bizim əziz xanımlarımız, igid oğlanlarımız və aksakallarımız. Mən çox şadam ki, hər dəfə bu gözəl məclisdə, bu ürək coşduran məclisdə iştirak eləməyə Allah Taala imkan verir. Buna nəsib oluram. Mən ürəkdən hamınızı Dünya Azərbaycanlılarının həmrəylik günü münasibəti ilə təbrik edirəm. Sizə can sağlığı, bu gözəl vətənimizdə bütün xalqların birgə, çətin, şən, xoşbəxt günlərində həmişə bir yerdə olmağı arzu edirəm. Onsuz da bizim cavanlarımız düşmən qabağında olan mövqelərimizdə bütün Azərbaycanın çox millətli xalqı ilə bir yerdə avar olanlarda xidmət aparırlar. Onların xidmətlərində 1991-ci ildən ta bugünə qədər hələlik avarlara xas olmayan bir xasiyyətə rast gəlməmişəm, bir əmələ rast gəlməmişəm. Həmişə fəxr duymuşam ki, komandirlər, böyük komandirlər, kiçik komandirlər bir ağızdan onların mərdliyindən, intizamlılığından, həmişə hər yerdə üz artmalarından danışırlar. Buna görə siz cavanlara mən çox minnətdaram. Əsas məsələ də odur ki, bizim avarların qəlbində, ürəyində, sinəsində bir ruh var. Bir avar ruhu var.
Ona Azərbaycanda mən deyəndə belə bir ruh hər bir adamın sinəsində olmalıdır. Azərbaycanlı dostlarım deyir ki, biz də ona qəlbimizin hu deyirik. Deyirəm, heç bir fərq eləməz. Hu da, ruh da, hər şey birdir. Lic bir insanın təpəri olsun, insan yeriyəndə həmişə gümrahlığına, mübarizliyinə görə pəncə üstündə gəzən kimi özünü hiss eləsin. Mən çox minnətdaram bütün gənclərimizə, onların dəyanətinə, onların şücaətinə, onların səsi hardan gəlmir? Bizim güləşçilərimiz, bizim pəhlivanlarımız, bizim tələbələrimiz, oxuyanlarımız dünyanın çox ölkələrdən səsləri gəlir. Təsəvvür edin, bugünkü gecədən sonra belə bir gecəni keçən il keçirtdik. Bir görüm Almanya Respublikasından zəng eləyib, bu məclisimizdən mənə göz aydınlığı eləyirlər ki, nə gözəl məclis olub. Ona görə də biz təkcə bu böyük zalda, bu böyük ürəkdən keçirtdiyimiz bu gecəmizə təsəvvür edin ki, dünyada tamaşa edəcəklər. Kasetlərimiz, disklərimiz oralarda olacaq. Mən burada bu məclisdə olan bizim ağsaqqallarımızın şərəfini uca tutub, onlarsız günümüz olmasın deyirik. Onlar irəlidə varlar, biz arxalarında möhkəm gedəcəyik. Bir daha ürəkdən sizi Dünya Azərbaycanlıların Həmrəylik Günü, xalqımızın böyüklüyü, mərdliyi münasibəti ilə təbrik edirəm. Sağ olun. Zümrət müəllim, sizə təşəkkürümüzü bildiririk və gözəl bir musiqi sədaları altında rəqsə dəvət edirik. Buyurun. Zümrət müəllim, mujur kollektiv çölkili şəbit rasanızı çələ çalışın. Bir halda ki, yəqin ki, məclis biraz ertədən başlayıb. Mən indi gəlib çıxmışam. Heç birinci, ikinci, üçüncü o bizim milli rəqsimizə bir hazırlıq tədarükünü görməmişəm. Yəni, ağsaqqalları bir sirkələməmişəm. Qəfil sirkələyəsi olacağım. Üzürlü hesab eləsinlər ağsaqqallar. Ona görə ki, bu avarların 1, 2, 3 rəqsi tarixi bir rəqsdir. O, elin, obanın, folklorumuzdan bizə qalmış yadigardır. Biz də həmişə bu cavanların iti oynamağına çatmaq olmur. Amma o 1, 2, 3 rəqsi isə tarixi rəqsdir. Həm onlar bunu görsünlər, yadda saxlasınlar. Bəzilərini də dəvət edəcəyəm, qoy gəlsinlər bizdən iştirak eləyib. Həmin ardıcıllığı yadda saxlasınlar. Çox minnətdaram. Hörmətli Ramazan müəllim, hörmətli Yoldaş Bazarov və onun ətrafında olan bizim ağsaqqallarımız, bizim Respublika Yazıçılar İttifaqının üzvü bizim şairimizi görmürəm. O da yəqin ki, buralardadır. Digər stollarda oturan ağsaqqallarımız var. Bizim gözəl tampurumuzu səsləndirən dostumu da görürəm. Hamını dəvət edirəm. Xahiş edirəm, gəlin bir o cavanlığımızı yada salaq. Sağ olun. Gözlüyorum. Gelin. Biraz cavanlardan da qoşulsunlar bizə. Gəlin. Biraz cavanlardan da qoşulsunlar bizə ki, biraz say düz gəlsin. Nadir müəllim də buradadır, görürəm. Buyurun, buyurun, gəlin. Gəlin, gəlin, gəlin. Gəlin. Gəlin, gəlin. Gəlin, biraz cavanlar da gəlin ki, bu ənənəmizi bizə qoşulub öyrənsinlər.
Nigar xanım, bizim rəqsimizə çatanda hara gedirsiniz xeyr? Onda mən saxlayıram musiqini. Buyurun. Belə dairəvi... Deməli, cavanlara izah edirəm. Burada bir neçə cavan da bizə qoşulacaq yəqin ki. İzah edirəm ki, bu 1-2-3 rəqsi birinci dəfə tək, ikinci dəfə tək, üçüncü dəfə qoşa oynanılır. Necə biz oynayırıq, siz də o formada davam edin. Yox, mən dəvət eləmişəm. Öyrənsinlər prosto da. Hə, yaş. Özün. Başlama olar mı?